Sağ ol millət. Qəzadan sonra ilk uzun yol sürüşümdə 20 yanvardan Xırdalı yeyəcəm. Bu da mənim skuteri. Yolda baxacaq. Qəzanı da TikTok'da çox adam bilir, YouTube kanalı Qəzədir. TikTok'da çox adam bilir. Qəza necə olmuşdu şəhərdə. Yolda külək olmasa danışarıq. Got a black king letter came this very morning. Çıxdığı yola amma elə bir üstümdə nəsə yoxdur kimi çatır, mənə bilmirəm. Nəsə götürməliyəm, götürməmişəm. Belə bir şey hiss edirəm. Bir də ki, skuteri sürə-sürə danışmaq biraz çətin olacaq. Çünki fikrin yolda olmalıdır. Birdən buranın qalxım. Yol da yaşlayır. Neyse. Biraz... Maskanı taxmışam, bandit oxşayıram, cəmaət mənə baxır. Dostlar, deməli yolumuz 20 yanvardan Xırdalanadır. Qəzadan qabaq 2-3 dəfə gəlib gəlmişəm bu yolu. Onu deyirdim də, indi yolumuzdan iraq bir dəfə babat avariya elədim. TikTok'da görənlər, baba görür gəlirəm üstümə dırmaşır. Biri var görməyə, biri var görür. Deyirlər ki, bəzi dostanış var, deyir ki, skuter sürəndə ehtiyatlı olun, maşınlar sizi görmür. Razıyam, düzdür, mən özüm də maşın sürənəmdə. Olur, bilirsən, görmürəm, hardansa riski çıxırlar, razıyam. Amma bu fakt görürdü məni, mənimlə göz-gözə gəldi. Məni görür ki, gəlirəm, yenə çıxır qabağıma. Bu skuteri görmürəm, yox, bu saymıramdır. Sonra da günahkar biz oluruq. Yəni tək skuter sürəndə, motosiklet sürəndə günah görmək lazım deyil. Günahı hamı da görmək lazımdır. Maşın sürənlərdə də günah var. Neyse, o kim noyabr ayında qış parkı tərəfdə güclü qəza elədim. TikTok'da da videosu var. Qolum sındı 3 yerdən, əməliyyat oldum. Skuterdə təzə almışdım, 2 həftə sürürdüm. Elə 2 dənə video paylaşmışdım danışıqsız. Bir dəqiqədə danışıram, bilmirəm hələ səsim üstə necə gəlir. Ümid edirəm ki, yaxşı olar. Halatovaya getmək üçün də mən sola keçəcəm, amma maşınlar dayansın sonra keçim qabaqlarından. Aha. Bu mənim də skuterimin maksimal sürəti 40-dır. Mən fikirləşirdim ki, bəlkə gərək çox sürətli gedəni alardım, eləyərdim, amma indi görürəm, yox, hələ 40 da çoxdur skuter üçün. Çünki skuter motosiklet kimi deyil də, skuterin təkərləri nazik, lövhəsi nazik, deki. Özünün də qəzası motosikletdən pis olur. Deməli, belə gidiyorlar. Biraz qəzası da motosikletdən pis olur skuterin. Ona görə bunu elə dövlət 20-25 qoyubsa, deməli elə 20-25-də getmək lazımdır. Yəni bunun sürəti 40-dır, 40 tonlu qane eləyir. Mən də sürəm 20-25, maksimum görəsən elə bir yer olar ki, orada məcbursan sürətlə hardansa keçməyə, orada 30-40 sürərsən. Belə, həm göz qorxub, həm ehtiyatlı olmaq lazımdır. Bir şey ki, 4 ay qolunda millə cipslə gəzirsən. Hələ bir çox insan mənə deyir ki, bundan sonra skuter sürmə, yenə də sürdüm. Bu arada bu ilk videomdur ki, səsli danışaraq videonu çəkirəm. Digər 2 videoda, qəzadan qabaqki videolarda fonda musiqi qoyurdum. İndi görün, bu maraqlı olsa belə də davam edəcəm. Kes qardaş, kes, gəlib dirənmə mənə, kes. Bu dəqiqə 19-20 gedirəm, bu məni qane eləyir. Yəni sıxsam 40-la maşınlarla bir gedəcəm, amma lazım deyil. Dəba belə biri gəlib qabağıma tullanacaq, biri eski maşının arxasından çıxacaq, biri qapı atacaq. Dəlixanadır da, yəni biri var görməyələr, biri var görə-görə səni sıxırlar. Ona görə də elə 15-20, bala-bala özünsün get. Xırdalana misal üçün sürətlə sürəndə çatırdım 20 dəqiqə zada. İndi çatma 20 dəqiqə, çat yarım saata 40 dəqiqə, amma çat. Biri var getdiyin yerə çatasan, biri var travmatologiyaya çatasan. Ona görə də elə bir də gözümü ağıl öyrədirəm.
Bib deyəndə ki, qaqaş mən səndən pis gedirəm. Burada şey məsələsi. Latok. 40 gəlsəydi mən o latoku öpmüşdüm. Elə bir ki, piyadadan biraz sürətli, amma yorulmursan. Piyada sürəti təxminən, kamera necə göstərir, heç bilmirəm. Piyada sürəti təxminən belədir ki, iti yerişlə getsə insan sürəti saatda 6 km filandır. İti yerişlə gedəndə. Adi yerişlə gedəndə astasa 3-4 km. Bununla da 20 ilə getsən insandan 4 dəfə daha sürətli gedirsən. Tutaq ki, insan piyada 1 saata gedəcəyin yolu getmirsən 1 saata gedirsən, nə bilim 15-20 dəqiqə. Yaxşıdır. O 40 ilə sürüb daha tez çatmaq, eləyib təhlükəyə atmaqdansa. Hələ bəzi skuterlər var, düzdür, xoşum gəlir o skuterlərdən. Sürənlərə də yəni bir söz demirəm, bacarıqlar sürürlər. 70, 80, 100, nə bilim, deyə alırlar. Ucuz sürətli gedən fast telefon var. 1550-yə də alırlar, 70-80 sürürlər. Mən yox, mən şəxsən bacarmıram, qorxuram. Bunu da boynuma alıram ki, mən o skuteri o sürətlə sürə bilmərəm. Burada suya girməyək bir dənə, təkər islanmasın. Motosiklet ola, motosikleti 60-70 sürmək nə var ki motosikleti? Motosiklet, mən ümumiyyətlə sürət xoşlayıram, necə? Baxım, videolara baxım, həvəskarıyam. Amma özüm sürətli sürmək yox, eləmərəm. Temboli bir dəfə qəza eləmişsənsə, ümumiyyətlə. Biz burada nə etməliyik? Biz burada piyada keçməliyik, yolun o bir tərəfindən skuteri əlimizdə aparmalıyıq. Morning comes too early, hands already warm, working for a better day, trying to keep me warm. Sağ gəldik dəlixanaya. Boss man count his tally, we just count our turn. Fair don't come easy, I had to stand and fight for mine. Sağ şükür keçdi oranı. Ən nifrət elədiyim yer oradır. Burada artıq tuturuq yolun sağını, belə, bala-bala 20 ilə gedirik. Çox sürətlənmədən 20 ilə gedirik burada. Niyə görə? Çünki biz salamat getmək istəyirik. Deməli videoda bəzi yerlərdə çox danışa bilməyəcəm, bəzi yerlərdə kəsəcəm. Elə yer var ki, skuteri əlimdə aparıram, amma əvvəl oralarda sürürdüm. Yəni təhlükəsiz getmək üçün. Belə gedəndə də daha rahat olur da. Gəzi-gəzi özün üçün deyirsən, ətrafa baxa bilirsən. Belə daha rahat. Güzgülərim biraz pis güzgülər idi. Çox yaxın göstərirdi, ətrafı görə bilmirdim. Bilmirəm videoda görsənir yoxsa yox, o maşın güzgülərinə qoyurlar, balaca yumru şüşələr, geniş göstərən. Ondan alıb qoymuşam hər ikisinə. İndi soldan, sağdan gələn maşınları görə bilirlər. O lazım idi. Bir dəqiqə kamera şeyi görə bilmirəm. Görüntü nə dərəcədə görə bilmirəm. Bura avtobus yoludur. Avtobus yolunda bala-bala geyirik biz. So sing a song for mercy, sing it clear and kind. We all walk this same good up, just trying to ease our mind. Burada deməli yol ayrıcında dayanırıq. Yenə skuteri keçirdik yol tərəfə əlimizdə. Aha. Baxın deməli hər cürə sürücü var da burada. Bax. Görür tutaq ki yol keçmək istəyirəm, əlimdə keçirdirəm də mədəni formada. Cəmaatın qabağına hırramoy kimi girmirəm. Görür sağ olsun işarə eləyir ki keç, yol verir. Daha üstümə sürmür, gəl ki skuterdir də.
Beləsi də var ki, bu avtobusdur, gəlir arxadan, mən qıraqla gedirəm, ona mane olmuram, gəlib yanımdan keçə bilər. Oturub siqnalın üstünə, bilmirəm da indi soya gedir, nə qayırır. Sən agresiya var, niyə gedir burada? O nə dəxli var, nəqliyyatdır da, mən belə gedirəm. Çoxluqda ki, o pis tərəfdir, o yaxşı mədəni tərəf var, yol verən, hörmət eləyən. Görür ki, sən iki təkər üstündə gedirsən, açıq havada gedirsən, başa düşür ki, buna yol vermək lazımdır da, bunu buraxmaq lazımdır. Mən də eləyəm də, mən də maşın sürəndə buraxıram, avtobusdur, velosipeddir, skuterdir. Başa düşürəm ki, bu kuryerdir də, mən kuryer deyiləm, amma nə dəxli var, axır, yəni çoxu kuryerdir, evinə çörək aparır. Düzdür, içində xuliqanlar da var, demirəm, yoxdur, doludur, qabağımıza az çıxmayıb. Amma böyük əksəriyyəti kuryerdir, evinə çörək aparır, işləyir. Sən oturmuşsan, isti maşında gedirsən, bu yetim gün ərzində o təhlükə ilə yaşayır. Açıq havadadır, iki təkərin üstündə gedir. Buna siqnal verib qorxutmaqdansa, hələ hazır insan kimi şeylə də bunu bırax keçsin. Belə yerdə biraz sürətlənmək lazımdır. Çünki arkada maşınlar sağa dönmək istəyir. Bir dənə o 20 yanvarın kurğu dəlxana var. Oranı əlimdə keçirdirəm həmişə. Əvvəl əlimdə keçirdirəm. Oranı keçdiyim, bura düz trasdır. Burada özün üçün yolun qırağı ilə asta-asta deyirsən də. 20-25 bala-bala gedirəm. Çox sürətli getməyəndə də tank slipper da olmur da, rahat gedirsən. Amma çox sürətli gedəndə zibili çıxırsa da. Bir də görürsən ki, rul əlində oynadı. Onda da pis yıxılırsan. Bir dənə yağışa düşməyək, hava çox pisdir. Bir dənə Allaha dua edirəm ki, yağış olmasın. Yağış olsa birincisi yer yaş olur, skuter sürüşür. İkincidəki skuter də islanır, mən də islanıram. Yağış olsa gərək qaydanda məcbur taksi çağırım, skuter qoyum, taksiyə elə gəlim evə. Ancaq elə. Children laughing somewhere, sounds of better days. Keep the light inside you, don't let the dark. Burada yenə gəldik yol ayrıcına, nə edirik? Yolu birbaşa Angava kimi keçmirik. Ortada dayanırıq, baxırıq. Siz görmürsünüz, mən baxıram. Getdik. We all walk this same good earth, just trying to ease our mind. The fire burned out, the warmth has gone away. The fire burned out, darling, the warmth has gone away. You turned so cold on me, baby, and you'll miss my love someday. Fire burned out, it's fading slow and deep. The fire burned out, darling, it's fading slow and deep. I'll keep on moving forward,
all I can do is bless your name. Well, I saddled up my shoes, headed out at dawn. Yeah, I saddled up my shoes, headed out at dawn. Ain't no place gonna hold me when the road keeps rolling. Burada məcbur aradan keçmək lazımdır. Niyə görə? Çünki yol palçıqdır və biz də məcbur Left my baby crying, said she can't live that way. Left my baby crying, said she can't live that way. Əslində mən burada qıraqla getməli idim, amma It just comes and drifts away. yol palçıq olduğuna görə məcburən yenə palçıqdır. Saw the sun in the distance look like a burning coin. Palçıqlı yolda həm skuter kirlənir, həm də dediyim kimi sürüşmə ehtimalı var. Saw the sun in the distance look like Ona görə məcburən bu saxlayım, ayaqlarımı da dincəldim, ayaqlarım yoruldu. Lord, I don't need no preacher, just that dust road to join. Skuter də ceyrandır ya. Gözlə gəlir, gözlə gəlir. Ən zəhləm gedən yol da burada. Now I'm rolling through the valley, wind hums through my hair. Yeah, I'm rolling through the Xırdalan valley. ümumiyyətlə Bombeydir. Xırdalanda ümumiyyətlə görə skuterlə zaten çıxmıyorsan yola. Xırdalanda ümumiyyətlə elə bil ki, millət sözləşib yola çıxıb çıxanda. Danışıram, heç bilmirəm səsim necə gəlir. Səsim çox pis gəlsə məcburam yenə musiqi ilə paylaşım. Mikrofonum yoxdur. Deməli, telefona iPhone-un öz orijinal naşnikini taxmışam, səsi ondan yazıram. Şunurlu naşnikdir. Xırdalanda bacardığın qədər qıraqla getməlisən. Ha, buranın cəmaatı lap belə nə bilim. Got a black king, Yaşayanları pisləmirəm, yəni ürəklərdə mən söyməyim. Mən özüm də Xırdalanda hardasa deyim də 10 ildən çox yaşamışam, 11-12 il yaşamışam. Söhbət elədi ki, Xırdalanda elə bil maşın sürənlər bilmirəm. Nə bilim, ya görürlər hamı elə sürür, deyir mən də elə sürüm. Nədirsə bilmirsən, Xırdalan masazır. Ev hamı kayıfdadır da. Maşını çox belə qəribə sürürlər. Bombey'de bir şeydi də bura, elə Bangladeş'dir. O avtobuslar zaten bir-birinin üstündə durmaşır. Bax köprüyə elə eyni söhbət gedir. Skuter sürmək üçün ən yaxşı şəhərdə sürməlisən.
Amma gərək yenə də qorumaq. Bax, qaqaş oturdu maşına. İndi görün baxacaq ki, gəlirəm, gəlmirəm, yox, hələ sürmür. Baba, gözlə, 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 üstümə çıxma. O tərəfə baxır, bu tərəfə baxmır. Sonra deyirlər ki, görmədim. Amma görmərsən də, bax da, sən birinci bu tərəfə baxmalısan, sənin döndüyün istiqamətdə yol buradan axır. Deməli, yola çıxmaq istəyir. Yolun maşın gələn tərəfə yox, qarşı tərəfinə baxır. Özüm də arada elə lomluq eləmişəm, maşın sürəndə demirəm, mən bombayam. Mən o qədər lomluq eləmişəm ki, adam görsən fikirli olur, başı qarışıq olur. Ya görsən, nə bilim, elə lomluğundan eləyir. Yəni, mən də az lomluq eləməmişəm. O siqnalı da verməkdə səbəb avtobusun qabağından riski adamcaq çıxa bilər məsələsini eləyir. Bir də motosiklet, skuter, velosiped bunların qəlmi nədir? Yola yağ dağılmağı. Bir də görürsən ki, videolarda görmüşəm. İndi Allah zəv eləsin, qabağımıza elə bir şey çıxmasın. Dönürsən, yoldur da. Sən dönən momentdə görürsən yolun ortasında yağ dağılıb hansısa maşından. Yağın üstünə çıxan kimi sürüşürsən. Neçədən elə görmüşəm motosiklet qəzaları. Ki, motosiklet alanda ancaq, indi qismət olsa, Allah qismət eləsə, arzumdur da almaq. Hələ ki, budur, Allah qismət eləsə motosiklet alacam. Motosiklet alsam ancaq çapır tərzidə, belə bu Harley Davidson tərzi bir şey. Yəni, indi Harley Davidsona əlbəttə ki, pulumu satmaq bir evin qiyməti nədir? Nə bilim, bəlkə Allah qismət eləyər, Bend alaram, CF moto alaram, nə bilim, mən Dain alaram. Amma yəni tərzi çapır tərzi olsun da. Həm cool görsənir, qəşəng görsənir, həm ona daha çox hörmət eləyirlər yolda. Tutaq ki, o biri motosikletləri polis çox saxlayır, xuliqan kimi yanaşırlar da. Ki, adı elə çıxmağı da normaldır, çünki çoxu həqiqətən də xuliqanlıq eləyir, az görməmişik. Amma bu çapır tərzi motosikletlərə baxırlar, deyirlər ki, hə, bu kimdirsə samballı adamdır. Fikirləşirlər ki, bu indi çapır sürür, gedir evində viski içir, bulu caza-caza qulaq asır, yəni o tip yanaşırlar da. Həqiqətən də çapır motosikletlər hörmətlidir. Maşınlar da çapır motosikletlərə yol verir, biraz da qabaritli olduğuna görə. Amma naked motosikletlərdir, racingdir, bu tip motosikletlərdir, dörtlü motosikletlərdir, yəni küçə sayağı da belə. O motosikletlərə maşınlar yol vermir, hətta nifrətlə yanaşırlar. Yəni 6-7 min azada çapır tərzində ucuz motosiklet almaq olar da, Dayon deyilsə, motosikletlərin. Haujinin də bir dənəsi var idi, ona oxşar idi, tam elə deyildi. Ən belə halda Tufanın İstiqlal modeli, misal üçün, elə bir Temudan gələn Harley Davidson'da, amma vidi superdir də, vidi çox dəhşətli olur. Mənə vidi çox xoş gəlir o. Yəni kasıbın Harley Davidson'ı Tufandır da, Tufan İstiqlal. Ya da ki, onun də var, bir adı başqa. Dünyada adı Falcon Freedom gedir, nə gedir o. Tutaq ki, ən belə halda onu ala bilərəm. Ki, mən motosiklet qəzası deyirmişəm bu arada. Yəni ki, sürənlər bilirlər. İki təkər elə bir şeydir ki, o zəhərdir, qana işləməsin. O qana işlədirsə, iki təkər elədinsə, onu sürdünsə, iki təkərli bir şey, nəqliyyat. Öyrəşdinsə, çəkə bilmirsən. Qəza eləsən də, eləməsən də xeyri yox. Bəzən deyirlər, qəza elədin, göz düzdür, o qədər adam var ki, göz qorxu sürmür. Amma çox vaxt qəza eləyən insan yenə də sürür. Çünki bu zəhəri bir dəfə qəbul elədinsə. Qurban kəsə. Az qalmışıq, çatırıq. Nail müəllimin ofisinə çatırıq. Oy, dədə, gəldi. Yol niyə bu gün? Gəldi bu yolda. Yağışlı yolda bunu şeylə. Özüm orada düşdüm, keçdim ki, ora palturlu sürüydü, ora çox mümkündür. Əslində qəzadan sonra skuteri yoxlatdırmalıydım, yoxlatdırmamışam, elə də sürürəm.
aparıb baxmalıydım bir görüm təkəri zadı. Belə əlimlə baxıram normaldır, gərək təkərin havasına baxdırıyorum. Belə nitro da şey hiss eləmirəm. Ondan sonra əslində şuruplara baxdırmaq lazım idi, boşalmaz zadı. Amma belə, yəni sürəndə bir şey hiss eləmirəm də, deyək ki, nəsə bir nitro bir şey heç nə hiss eləmirəm. Ona görə də sürürəm. Amma bir də şəhərə yolum düşəndə aldığım yerə aparacam, bir də baxsınlar. Videonu ola bilər ki, çox uzun olsa part halında paylaşdım da, yəni birinci part, ikinci hissə, üçüncü hissə və bəlkə elə paylaşdım, bilmirəm, indi baxaram, montajda qərar, ay öldü, 2 saatim töküldü, montajda qərar verərəm ona. Aha, burada saxlayırıq, piyada keçidində əlimizdən keçirik. Millət gəldik, çatdıq məhliyə, bərbərimin olduğu yerə. Deməli, bura haradır? Heydər Parkı ilə üzbəyüz, Xırdalanda Heydər Parkının, o Heydərli prospekti səhv eləmirəmsə sahili bura. O çıxışda üzbəyüz Bravo'nun binası var. Həmən Bravo'nun binasında arxa küçədir bura. Gəldim burada deyib buranı. Xırdalanda qalanlar yəqin ki tanıyır da buranı. 3 dənə bərbər işləyir səhv eləmirəm. Biri Camaldır, biri Naildir, mənim bərbərim Naildir. Bir də bilmirəm təzə kimsə gəlib ya yox. Hə, bunlara bax da sən. Ha, yaxşı elədi. O da öz itimizdir. O da özümüz ikidir. Necəsən abi, nə var? Hə? Yaxşı elədi. Abi qorxumdan 20-25 ilə gəlirəm. Bir dəfə ki yıxılmışam ki gözüm qorxub. Hələ bu mənim qorxmuş formamdır da, sürürəm bunu.